natəmizlikdən, hansı bir antisanitariyadan xəstəliklər indi o qədər də baş vermir. Çünki hər yerdə isti soyuq su var, evlər təmin olunubdur, təchiz olunubdur və bu cəhətdən bizdə hansısa infeksion xəstəliklər çox narahat eləmir. Lakin, mən həmişə dediyim kimi, baxın, 2020-ci ildə nə baş vermişdi ki, hansısa bir dənə infeksion agentin əlində bütün bəşəriyyət aciz qalmışdı. Və mən bir həkim kimi dedim ki, qətiyyən burada infeksion söhbətlər getmədi. Nə Azərbaycanda, nə dünyada. Çünki əgər o doğrudan da obyektiv, ciddi bir infeksion, bir virus olsaydı, 99% insanlar belə biabırçılıqla hamısı qırılacaqdı. Bu süni olan bir olaydı, siyasi olaydı və belə siyasi olayları hələ bizdə qabaqda gözləyir. 2024-ün may ayında pandemik saziş adlı bir fırıldaq baş verməli idi. Təxirə saldılar, amma xitam vermədilər. Ona görə də beynəlxalq imperialistlər və onların yerli tulaları hələ bir çox insanları qırmağa arzusundadılar. Və onların alətləri var, Ümumi Dünya Səhiyyə Təşkilatı kimi qurumlar var ki, onlar bu vasitəsilə və digər qurumlar da var, onlar yollar tapacaqdır ki, insanların nətər əhval-ruhiyyəsini xarab eləsinlər. Cürbəcür problemlər yaratsınlar, cürbəcür məsələlər yaratsınlar.